4 iyun tarixində işğalçı Rusiya ordusu Ukraynada cəbhə xəttində 1000-dən çox əskər və yüzlərlə texnika və silah itirib. Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı bildirib ki, Rusiya yalnız 4 iyun tarixində 1020 hərbçisini ölü və yaralı olaraq itirib. Ukraynanın müdafiə qüvvələri 4 iyun tarixində Rusiyanın 3 tankını, 7 zirehli döyüş maşınını, 88 artilleriya sistemini, 7 taktiki pilotsuz uçuş aparatını, 2 ədəd xüsusi təyinatlı texnikasını məhv edib. Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı bildirib ki, 4 iyun tarixində 10 cəbhədə və Rusiyanın Kursk vilayətindəki əməliyyat zonasında cəmi 178 döyüş toqquşması qeydə alınıb. Rusiya qüvvələri Pokrovsk, Liman və Novopavlivka cəbhələrində 10 hücum həyata keçirib. Xarkov cəbhəsində Vovçansk, Kamyanka və Vovçanski Xutori yaşayış məntəqələri yaxınlığında 5 döyüş toqquşması baş verib. Kupyansk cəbhəsində Ruslar 4 hücum həyata keçirib. Ukraynanın müdafiə qüvvələri Zahriza və Pişani və Novokruvyakivka yaşayış məntəqələri yaxınlığında və Stepova Novoselivka istiqamətində Rusiya hücumlarını dəf edib. Liman cəbhəsində Rusiya qoşunları Kolodyazi, Zelenadolna və Torskaya yaşayış məntəqələri yaxınlığında və Lushchenko və Olzivka, Serednyovovçiya, Çerneşçina, Karpivka və Novemir istiqamətində 19 hücum cəhdi edib. Siversk cəbhəsində Ruslar Hrivarivka kəndi istiqamətində hücumlar həyata keçirib. Cəmi 3 döyüş toqquşması qeydə alınıb. Kramatorsk cəbhəsində Ukraynanın müdafiə qüvvələri Çasiv Yar şəhəri yaxınlığında və Bilahora istiqamətində Rusiya hücumlarını dəf edib. Toretsk cəbhəsində Ruslar Krimskaya, Rusin Yar Drujba və Toretsk yaşayış məntəqələri yaxınlığında və Yablonivka istiqamətində 16 hücum həyata keçirib. Pokrovsk cəbhəsində Ukrayna müdafiəçiləri Novopoltavka, Pokrovsk, Kotlyarivka, Novoukrayinka, Andrivka, Novoilivka, Sibirova Malilivka, Yelizavetivka, Mırnaelisivka, Buçani və Novoseyivka yaşayış məntəqələri yaxınlığında və Miralyivka və Novomikolayivka yaşayış məntəqələri istiqamətində 55 Rusiya hücumunu dəf edib. Novopavlivka cəbhəsində Ukrayna qüvvələri Fedorivka, Konstantinopil, Rivnopil, Vilnipoli və Zaporijya yaşayış məntəqələri yaxınlığında və Zelenipoli, Nalapil, Şevçenko, Kamar və Bahatır istiqamətində 32 Rusiya hücumunu dəf edib. Oryapole cəbhəsində heç bir hücum əməliyyatı olmayıb. Orikiv cəbhəsində Rusiya qoşunları Stepova və Şerbaki yaşayış məntəqələri yaxınlığında 5 uğursuz hücum cəhdi edib. Dniprovski cəbhəsində Rusiya qüvvələri Ukrayna mövqelərində irəliləmək üçün bir uğursuz cəhd edib. Rusiyanın Kursk vilayətindəki əməliyyat zonasında cəmi 26 döyüş toqquşması baş verib. Ukrayna qüvvələri Rusiya qoşunlarına həm canlı qüvvədə, həm də texnikada əhəmiyyətli itkilər verməyə davam edir. Ukrayna dronları strateji aviasiyanı məhv edərkən və ekspertlər Rusiyanın Pearl Harborundan danışarkən 72 yaşlı Putin yoxa çıxdı. Müşahidəçilər deyirlər ki, heç bir müraciət, heç bir əmr, heç bir söz yox idi. Yalnız zəifliyin simvolu kimi ölümcül sükut var idi. Bu barədə The Moscow Times yazır. Bu, Ukraynanın bütün müharibə ərzində həyata keçirdiyi ən səs-küylü hücumdur. OSINT analitiklərinin məlumatına görə Murmansk, Irkutsk, Ryazan və Ivanovo vilayətlərindəki bazalarda ən azı 13 strateji bombardmançı məhv edilib. Ukrayna məlumatlarına görə 40-a qədər təyyarə zədələnib və ya məhv edilib ki, bu da Rusiyanın bütün nüvə təyyarə donanmasının 1/3 ola bilər. Dünya reaksiya gözləyirdi, lakin Putin yoxa çıxdı. Şənbə, Bryansk və Kursk vilayətlərində körpülər dağıldı, 7 nəfər öldü, yüzlərlə yaralı var. Bazar əsas strateji aviasiya bazalarına hücum. Bazar ertəsi Putin Baykonur ildönümünü təbrik edib.
faciələr haqqında bir kəlmə də yox, baş verənlər haqqında bir işarə də yox. Bu yaxınlarda dünyanı misilsiz cavablarla hədələyən 72 yaşlı prezident indi mətbuat xidmətinin arxasında gizlənir və kiçik hadisələrə belə dərhal reaksiya verən Zelenskinin qətiyyətli çağırışları fonunda Putinin davranışı gülməli və qorxaq görünür. Telegramda nüvə təhdidləri ilə tanınan Medvedev belə susub, Dövlət Duması heyrət içindədir. Müdafiə Nazirliyi təyyarə yanğını haqqında bir cümlə ilə kifayətləndi. Ukrayna ilə danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə vəziyyəti qiymətləndirmək əvəzinə İstanbuldan gəldikdən sonra yaxşı əhval-ruhiyyədə olduğunu dedi. The Times qəzetinin strateji tədqiqatlar üzrə professoru Filip Sobrayinin fikrincə bu, Ukrayna silahlı qüvvələrinin bütün müharibə ərzində həyata keçirdiyi ən diqqətə layiq və uğurlu əməliyyatdır. O, bunu Rusiyanın nüvə üçlüyünə vurulan sarsıdıcı zərbə adlandırır. Bunun nəticələrini Kremlin hələ də anlamadığını düşünür. Z kanalları panikadadır. Məhv edilmiş Tu-95 və Tu-160 artıq istehsal edilmir. Onları bərpa etmək mümkün deyil. Sibrinin məlumatına görə strateji aviasiya 2673 nüvə döyüş başlığından 580-ni təşkil edir ki, bu da Rusiya Federasiyasının bütün nüvə arsenalının demək olar ki, 1/4-idir. Ekspertlər hesab edirlər ki, oxşar fəlakət hər hansı digər nüvə dövlətində baş versəydi, onun lideri xalqın qarşısına çıxar, onlara müraciət edər, izah edər və sakitləşdirərdi. Lakin təqarqyaşında olan yaşlı diktator Putin zərbə heç vaxt olmamış kimi ictimaiyyətdən gizlənməyi seçdi. Ən gülməli və ya ən acınacaqlı şey federal televiziya kanallarının reaksiyasıdır. Birinci Kanal və Rusiya bir axşam xəbər proqramlarında strateji aviasiyaya ən böyük pilotsuz təyyarə hücumuna 40 saniyədən az vaxt ayırdılar. Onlar sadəcə Müdafiə Nazirliyindən quru bir hesabat oxudular və dərhal tətilə və havaya keçdilər. Sanki Krem yüksək və uzun müddət sükut saxlarsa hücumun öz-özünə unutulacağına ümid edir. Rusiya yenidən itirir və yenidən heç nə olmamış kimi davranır.